Aleykümselam ve rahmetullahi ve berekatuhu. Ama bu Hristiyanların bayramıyla veya da Müslümanların bayramından başka olan bayram sebebiyle bir insan deyək ki, meyvə satır veya da şirniyyat satır və həmin bayram münasibəti ilə malını çoxaldır ki, həmin vaxt tələbat çoxdur ona və artırır malını, adi haldan çox gətirir, çox satmaq istəyir. Bu Hristiyanlara köməklik eləmiş kimi sayılır. Və yaxud da ki, o İslamdan başqa olan bayramları keçirən kəslərə köməklik eləmiş kimi sayılır. Ki, onların bayramı sanki keçirir. O niyyətlə deyil, bu əməllədir. Ona görə belə olduğu halda adi hallarda necə satırdısa da malını, eləncə də gətirib satsın. Məsəl üçün deyək ki, elə vaxt olur ki, 1 ton satır, elə vaxt olur 100 kilo satır, 200 kilo satır. Orta yenə həcmdən getsin, yəni öz malını deyək ki, yarım ton getsin, malını satsın. Yəni bu bayramdır, bayram deyil, onun üçün maraqlı olmasın yəni. Yəni getsin, malını da satsın, artırmasın. Yəni adi haldan, adi vaxtlardan heç nə artırmasın. Gəlin Allah bilir.